Gənclər salam, mən Arzu Adışlı, Magistrol Tədris Mərkəzinin İngilis dili müəllimiyəm və bugün sizə writing barəsində məlumat vermək istəyirəm. Writing barəsində nəyə görə seçdim? Məhz reading yox, listening yox, grammar yox, elə sırf writing məsələsi. Writing nəyə görəsə tələbələrin bir balaca çəkindiyi mövzulardan biridir. Bunun da səbəbi əslində məlumdur. Çünki baza etibarilə bu öyrəşmədiyiniz bir prosedurdur. İlk öncə imtahan barəsində onu deyim ki, siz imtahana daxil olanda ilk olaraq ingilis dilinin listeningdən başlayacaqsınız. Bir listening olacaq sizə. Bu bir listeningə aid 5 dənə sualı görəcəksiniz. Daha sonra reading. Bu reading 1 yox 2 dənə olacaq. Hər birində 5 sual olacaq. Bu elədir 10 sual. Listeningimiz də 5 sual idi. Oldu 15 sual. Son olaraqsa 5 ədəd grammar. Adı grammardır, amma hamısının grammar düşmə ehtimalı, yəni 5-i də grammar olurmu? Biri make-up sentence ola bilər və yaxud da sözləri definitionla match etmək ola bilər. Yəni, qısası siz kitabçada 20 dənə ingilis dilinə aid sual görəcəksiniz. Amma sizə total verir skor 25 bal. Yaxşı, bəs o 5 bal nədir? 5 bal həmin bu writing məsələsidir. Writing sizin imtahandan daha sonra, yəni tamamən bitirdiniz, informatika, məntiq, ingilis dili bitirdiniz və kodlaşdırdınız. Bundan sonra keçən ildə bu belə olmuşdu könüllü şəkildə. Bu il necə olacaq deyə bilmərik. Yəni yazmaq istəyən yaza bilər, writing istəməyən zalı tərk eləyə bilər. Amma bir şey ki sizə bal çıxmır, nəyə görəsə ki yazmayasınız. 2 dənə writing mövzusu veriləcək, əlavə vaxt olaraq yarım saatınız olacaq. O 2 mövzudan birini seçib yazmalısınız. Və bu nələr barəsində ola bilər? Təbii ki, bunu dərs prosesində öyrədəcək sizə. Bu ola bilər opinion essay. Opinion essay o deməkdir ki, sizin fikrinizi soruşur. Bu ola bilər discussion. Discussion adətən sizə düşməz, çünki bu adətən IELTS mövzusudur. Problem solution ola bilər. Problem qoyar, onun həlli ilə bağlı. Cause and effect ola bilər. Mən bugün sizin üçün bir mövzu seçmişəm, gördüyünüz kimi. Bu mövzu üzərindən gəlin danışaq. Dediyim kimi 2 mövzudan sadəcə birini seçməlisiniz. İkisini də seçib, belə deyək, hər ikisindən bir balaca yazın, mənə bal versinlər. Bu qəbul olunmayacaq. Yəni buna 0 veriləcək. Bir mövzu seçirsiniz və yazırsınız. Bugünkü mövzumuz bu arada, bu mövzu qəbuldan götürülübdür. Level olaraq sizin leveliniz B1, B2-dur. İndi narahat ola bilərsiniz ki, bəs mən bilmirəm, mənim levelım B1, B2 deyil, mən cümlə qura bilmirəm və s. Təbii ki, bunları zaman keçdikcə fevral ayında olur adətən birinci tur imtahan. O zamana qədər təbii ki, söz bazanız da artırılacaq, bunu da grammar da artırılacaq, cümlə qurmaq da təbii ki. Baxaq, mövzu belədir. Tərcümə eləyə biliriksə əla, eləyə bilmiriksə mən də sizə kömək eləyərəm. Some people argue that school uniforms should be mandatory. Bəzən tələbələr bunu mandatory oxuyurlar. Vurğu birə düşür burada. Mandatory for all students. Do you agree, disagree? Buradakı bizim esse mövzumuz, daha doğrusu type'ımız agree, disagree'dir. Bəzi insanlar hesab edirlər ki, məktəb forması bütün şagirdlər üçün məcburi olmalıdır. Bu fikirlə razısınız, yoxsa razı deyilsiniz. İndi məsələ nədir? Siz burada sadəcə bir point of view seçməlisiniz. Sırf o barəsində danışmalısınız. Həm biraz agree olun, biraz disagree olun. Bunlar qəbul olunan məsələ deyil. Sadəcə bir fikri tutursunuz və axıra qədər də onu dəstəkləyirsiniz. Demək, birinci nə edirsiniz? Birinci sualı bir təhlil eləmək lazımdır. Yazmazdan əvvəl həmişə sual qəşəng oxuyursunuz. Burada bir növ açar sözlər ola bilər. Tutaq ki, mandatory sözünü bəlkə də bilməyəcəksiniz hal-hazırda, amma təbii ki, imtahana yaxın bu sözləri öyrənəcəksiniz. Məcburi deməkdir. Həmçinin opinion essaydir bu. Bir mövzu, bir mövqe seçməlisiniz. Baxaq, demək, birinci ağlınızda bir plan qurursunuz və esseni yazmağın bir strukturu var. Essedə bir giriş olur, paragraf olur, bir yox 2 dənə paragraf olur, sonda isə nəticə olur. Yəni bir növ struktur olmalıdır burada.
Bu struktur pozulmamalıdır. Yəni bir uzun bir paraqrafda bütün fikirlərimi deyim, yəni bu qəbul olunan forma deyil. Bal ala bilərsiniz, amma belə deyək də formal olaraq bu düzgün olmur. Birinci, tutaq ki, agree-sinizsə, bir brainstorming edirsiniz ki, nəyə görə agree-yəm, bu səbəblərim var, öz aləmimdə qeyd edirəm və yaxud da disagree-yəmsə, ona uyğun. İndi mən sizin üçün bir introduction yazmışam. Birinci introduction-dan başlayırsınız. Introduction və conclusion işin ən asan tərəfidir. Introduction-da sadəcə sizə verilən mövzu nədir? O barədə bir cümlə, maksimum 2 dənə və yaxud da 3 dənə cümlə yazın burada. Sizə verilən həmin o fikri bir növ genişləndirin və sonunda da bildirin ki, razısınız yoxsa razı deyil. Yəni ekstra bir şey eləməyinizə ehtiyac yoxdur. Bu arada sizə verilən o topik mövzudakı sözlər, onları sinonimləri ilə əvəz eləyə bilərsiniz. Eyni sözü dəfələrlə işlətmək o qədər də xoş olmur, amma məcbursunuzsa eləyə də bilərsiniz. Bu arada söz limitiniz olacaq 150-200 söz. Çox yazmaq özünüzdən asılıdır, amma limit olaraq belə qoyulub. İndi baxaq. Bu bizim introductionımızdır. School uniforms are compulsory in many schools around the world. Burada mandatory sözü ilə sinonim olaraq götürülmüşdü compulsory sözü. Some people believe that all students should wear uniforms every day. Bax, bu should məsələsini siz qrammarda öyrənəcəksiniz ki, bu nə deməkdir? Bu gərəklik bildirən modal verbs'dur. I agree, artıq burada agree olduğunuzu bildirdiniz. With this opinion. Baxın, bu məsələlər I agree with this opinion. Bunlar belə deyək də söz sayını artırmaq üçün birazdan sizə linking verbslər də verəcəm ki, bunlarla siz söz sayını da artıra bilərsiniz. Bir növ bəzəmək lazımdır esseni. Because-unuzu da verirsiniz. School uniforms create equality. Equality sözünü mənə elə gəlir ki, hal-hazırda da bilə bilərsiniz. Equality məşhur olan sözlərdən də bərabərlik deməkdir. And helps them concentrate. Concentrate focus sözü ilə sinonim olaraq götürə bilərsiniz. Əgər tərcümə edə bilməzsə, mən sizin üçün tərcümə edeyim. Belə deyək də, dünyanın bir çox məktəbinə, məktəb formaları məcburidir. Bəzi insanlar hesab edirlər ki, inanırlar ki, orada believe sözü həm belə, həm elə tərcümə edə bilərsiniz. Bütün şagirdlər hər gün məktəb forması geyinməlidirlər, gərək ki, geyinsinlər. Mən bu fikirlə razıyam. Çünki məktəb formaları şagirdlər arasında bərabərlik yaradır və təhsilə fokusu artırır, diqqəti artırır. Bu bizim oldu, demək, introduction hissəmiz. Sizə tips olaraq onu deyim ki, mütləq for example verin. For example verməyiniz sizə bal artırır. Demirəm məcburidir, amma yazsanız nə gözəl. Yazmağınız plusdur sizin üçün. Sonra gəlirik body 1, əsas paragraf. Firstly, bax bu firstly var ha. Bundan başqa as a result da var burada. Baxın, burada therefore da var. Bunlar linking wordslərdir. Hansı ki, bunlar biraz əvvəl dediyim kimi esseni bəzəyir bir növ. Deyir ki, firstly, school uniforms create equality among students. When everyone wears the same clothes and students are less likely to compare themselves with others. As a result, they feel more confident, comfortable. Hətta burada bir for example da var. Əgər tərcümə edə bilmədiksə, tərcüməsi belə olacaq. İlk növbədə, bu first-line tərcüməsi. İlk növbədə məktəb formaları bərabərlik yaradır. Bu birinci cümlədə yuxarıda introduction-da dediyimiz məsələdir, düzdürmü? Hamı eyni, bu some deyil, bu same'dir, bunlar fərqlidir, bu pronoun-dir. Same, eyni paltarı geyindikləri zaman özlərini başqaları müqayisə etmirlər. Less likely. Etmirlər nəticədə as a result. Baxın, bu da linking word. Bir növ belə deyək də, həm söz sayı artır, həm də yaxşı görünür esse. Bir-birinə əlaqəli alınır cümlələr. Nəticədə onlar məktəbdə özlərini rahat hiss edirlər, confidence, yəni özgüvənli hiss edirlər. For example, baxın burada for example da var. For example deyir. Bunu özünüzdən də deyə bilərsiniz. Hətta bildiyiniz mövzu düşübsə, tutaq ki, düşübdür hansı mövzu. Global bir şey, tutaq ki,
zəlzələ baş verir və yaxud da təbii fəlakət baş verir. Bildiyiniz fakt varsa, harda zəlzələ daha çox baş verir. Çünki bu faktı bura qeyd edə bilərsiniz. Yoxdursa da özünüzdən təxminən bildiyiniz bir şeyləri əlavə edə bilərsiniz. Məsələn üçün, burada yazılıb ki, low income gəlir deməkdir. Low da az deməkdir. Bir növ Azərbaycan dilində deyirik ona, az təminatlı ailələrdən olan şagirdlər özlərini fərqli hiss eləmirlər. Çünki hamı eyni formanı geyinir. Baxın, therefore yenə də therefore buna görə də məktəb formaları ayrı seçkiliyi azaldır və bir növ dostluq münasibətlərini də yaxşılaşdırır, gücləndirə bilir. Buldu sizi body 1. İkinci paragrafınız. Burada hər şey strukturla yazılmalıdır. Birinci abzasımız oldu introduction, ikincisi oldu body 1. Bu artıq indi baxacağımız olacaq ikinci. Əsas paragraf yəni body 2 olacaq. Bir-birinin ardıcı bu şəkildə olmalıdır. Baxın, burada da var. Nə var? Secondly var. Görürük burada. Burada da bir example'ımız var. Consequently var burada da. Nə deyir? Deyir ki, secondly, school uniforms help student focus on. Baxın, introduction'da biz concentrate işlətmişdik. Burada isə focus. Yenə də sinonimlərlə əvəz edə bilərsiniz. Instead of fashion, students spend less time choosing clothes. For instance, yuxarıda for example vermişdik. For instance, hər ikisi nümunə deməkdir. Many schools report few problems. Few az deməkdir. Yenə deyirəm, indi hal-hazırda oxuyanda cümlələri başa düşmürsünüzsə, bu problem deyil. Çünki getdikcə, leveliniz artdıqca bu problem aradan qalxacaq. Bir növ vərdiş məsələsidir yazmaq. Hər halda 150-200 söz o qədər də böyük bir limit deyil, mənə elə gəlir. Və burada var nə? Consequently, students spend more time learning and improving their academic performance. Nə deyir burada? Gəlin tərcüməsini qısa olaraq verin. İkincisi olaraq, yuxarı paragrafda biz birincisi yazmışdıq. İkincisi olaraq məktəb formaları şagirdlərin fashiona deyil də, yəni dəbə, modaya deyil, dərslərə fikir verməsinə kömək eləyir və şagirdlər səhərlər paltar seçməyə daha az vaxt sərf edirlər, dərsi daha çox fokus olurlar. Məsəl üçün, bir çox məktəbdə forma tətbiq edilsəndən sonra geyimlə bağlı problemlərin azaldığı müşahidə olunub. Və nəticədə şagirdlər öyrənməyə və akademik nəticələrini yaxşılaşdırmağa daha çox vaxt ayıra bilirlər. Bu da oldu bizim 3-cü paragrafımız. Və nəticə hissəsinə baxaq. Nəticə hissəsi 4-cü paragraf. Yəni yuxarıda dediyim kimi introduction-dan conclusion hissəsi o qədər də belə bir-birinə böyük fərqli olan bir şey deyil. Eyni məğzi fərqli sözlərlə ifadə eləməkdir. Baxın, burada da var nə? In conclusion. I strongly agree. Burada strong güc yox, mən qəti şəkildə də belə deyirəm, hesab eləyirəm ki, razılaşıram ki, nəticə olaraq mən qəti şəkildə razılaşıram ki, school uniforms should be mandatory, məcburi olmalıdır bütün uşaqlar üçün, şagirdlər üçün. Because, yuxarıda da because'umuzu equality ilə vermişdik, burada da veririk. Yəni ekstra özümüzdən bir şey yaratmadıq burada. Hətta yuxarıda da concentrate on learning yazmışdıq, aşağıda da yəni concentrate on learning yazacaq. Bu səbəblərdən, baxın, for these reasons, bu səbəblərdən düşünürəm ki, inanıram ki, məktəb formaları təhsilə müsbət təsir göstərir. Bu oldu sizin writinginiz. Yəni, qısası gənclər, writing yazmaqdan çəkinmək lazım deyil. Sadəcə, writing yazanda bir növ bəzi tipslər var, onlara önəm daşımaq lazım, önəm fokus vermək lazımdır. Əvvəla, suala tam cavab vermək lazımdır. Mövzuda out of topic eləmək olmaz. Yəni, nə mövzudursa o barədə, yəni kənara çıxmaq lazım deyil. Introduction hissəsi aydın olmalıdır. O birinci cümlə, o introduction, birinci o yaratdığınız, necə deyərlər, fikir önəm daşıyır. Əsas fikir belə deyil. Bütün esseni bir paragrafda qətiyyən yazmayın. Yəni, hamısını düzüb yazmayın. Həyatda da hər şeyin bir strukturu var da. Nəsə istəyirsə, ona xırda başlamaq lazım. İlk öncə giriş, sonra body 1, body 2, sonra conclusion. Eyni fikirləri təkrar eləmək lazım deyil. Eyni fikirləri təkrar eləmək istəyirsinizsə, ən azından sinonimlərdən istifadə edin. Example verməyiniz, yenə deyirəm, məsləhətlidir. Example versəniz,
hər paraqrafda bu sizə plusdur. Olmasa minusdumu deyə bilmərəm. Bu baxır mövzuya. Çünki elə mövzu var ki, example sadəcə bir dənə verə bilərsiniz. Hər paraqrafda vermək olmur. Amma versəniz bu plusdur. Sonra bu esse formaları formal sayılırlar, informal sayılmırlar. Yəni burada qana, vana belə ifadələr istifadə eləmək olmaz. Bunlar formal, yəni rəsmi yazılış üslubunu daşımalıdır. Grammar mistake-lər olmamalıdır. Zaman düz olmalıdır. Baxın, bu elə bir mövzudur ki, bu mövzunu hal-hazırda danışmaq olar. Amma elə bir mövzu ola bilər ki, bu sizin şəxsi bir şey ola bilər. Sizin fikrinizi soruşa bilər və siz də example verərsiniz ki, uşaq vaxtı mənim vaxtımda uniform yox idi və s. Bu məsələlərdə artıq grammarın past formada olması önəmlidir. Spelling mistake-lər də ola bilər ki, hansı ki, bu da hər spellingə görə bal çıxılmasa da, spelling, yəni yazı, sözlərin düzgün yazılma forması tamam olaraq, yəni düz formada yazılmalıdır. Vergülü nöqtədə durğu işarələri bunlardan da istifadə. Biraz əvvəl dediyim kimi bu firstly, bu keçid sözlər deyək, therefore, in addition, conclusion, however, bunlar öyrənəcəksiniz. Out of topic olmamalıdır, mövzudan kənara çıxmaq olmamalıdır. Biraz əvvəl dediyim kimi hər iki mövzudan danışım, mənə bal versinlər. Bu biraz absurd məsələdir. Nəticə hissə, introduction hissə biraz güclü olmalıdır. Sualı olduğu kimi köçürdüm aşağı, mənə bal versinlər. Introduction hissədə belə bir şey, yəni kres qoyulur. Contractionlardan istifadə eləmək olmaz. Nədir bu? Yəni don't, can't, doesn't. Baxın, bu yazı formaları adama xoş gəlir. Amma does not yazılmalıdır bu formal olaraq. Do not yazılmalıdır formal olaraq. Çox simple cümlələrdən də istifadə etmək məsləhət deyil. Düzdür, levelinize uyğun olaraq istifadə edə bilərsiniz, amma çox da simple olmasın. Ən azından 1-2 dənə daha biraz kompleks cümlələr istifadə olunsa yaxşı olar. Vocabulary-də dediyim kimi sözlərdə B1, B2 level olmalıdır. Yenə deyirəm, hal-hazırki leveliniz tutaq ki, təsəvvür eləyək A1-dır, A2-dur. Nəzərə alsaq ki, sentyabrdan başlayırsınız siz bu prosedura. Bu gedir fevrala qədər. Görün neçə ay var və bu ay ərzində siz levelinizi, sözlərinizin artı sayını artırmağı, cümlə qurmağı, qrammarını paralel olaraq qrammarda keçəcəyiniz üçün qrammarını da artıra bilərsiniz. Ümid edirəm aydın oldu gənclər. Hər birinizə uğurlar arzulayıram. Hələlik.